Burada sualdır ki, Qabil kimdən qorxurdu? Və gəl buna bir baxaq. Müqəddəs kitabda, Yaradılış kitabı 4-cü fəsildə Qabil və Habilin hekayəsidir bilirik ki, bu. Yəni, burada o demək deyil ki, o vaxt başqa insanlar yox idi və Adəm və Həvvanın başqa övladları da var idi. Məsələn, yaradılış 5-4-ə gedə bilərik. Baxın, yaradılış 5-4-ə deyə bilərsiniz ki, axı bu 4-cü fəsil idi. Belə də bir sual çıxa bilər. 5-4-də Adəmin oğulları və qızları oldu deyilir. Habil və Qabil tək deyildilər. Onların çoxlu qardaş və bacıları var idi. Yəni, zaman keçdikcə artıq ailə genişlənmişdi. Yəni, Qabil artıq uzun zaman sonradan danışır. Yəni, bu dərhal bir neçə gün içində baş vermir. Yəni, biz də bilirik ki, o dövrdə insanlar 100 illərlə yaşayırdı. Bu müddətdə çoxlu insanlar doğulmuşdu. Yəni, kiçik icmalar yaranmışdı. Yəni, Qabil burada deyəndə ki, kim mənə rast gəlsə məni öldürəcək. O artıq digər insanlardan, qardaşlardan, onların övladlarından qorxurdu. Çünki Qabilin günahı hamıya məlum olmuşdu. Habilin öldürməsi böyük bir günah idi. Digərləri də bunu biləndə qəzəblənə bilərdilər. İntiqam almaq istəyərdilər. Yəni, Qabil də məhz burada bunlardan qorxurdu. Allahın qoyduğu əlamət də qoruma idi. Orada deyir axı, Allah dedi ki, kim Qabili öldürsə 7 qat cəza alacaq. Bu deməkdir ki, artıq başqa insanlar var idi. Allah Qabili onların intiqamından qoruyurdu. Yəni, Qabilin qorxduğu kimsə Adəmin digər uşaqları, onların övladları. Yəni, ilk insan nəsli. Burada Allah günahı görməzdən gəlmədi. Qabili cəzasız qoymadı. Torpaqdan qovuldu. Bir sərgərdan bir həyat yaşadı. Əzab çəkdi, vicdan yükü. Yəni, burada ədalət var idi. Ədalətsiz bir qərar deyildi. Yəni, Allah günahı yüngül saymadı. Sual gəlir ki, bəs niyə öldürülməsinə icazə vermədi? Allah deyir ki, intiqam sizin işiniz deyil. Axı, yadımızda da bir yerdə də biz kəlam var deyir ki, qisas mənimdir. Əgər Qabili kimsə öldürsək, günah zəncir kimi davam edəcəkdir. Bir cinayət başqa cinayəti doğuracaqdır. Allah isə dayandırmaq istəyirdi. Allah həm ədalətlidir, həm də mərhəmətli. Biz bəzən yalnız ədaləti görmək istəyirik. Günah etdi, dərhal ölməlidir deyirik. Amma Allahın təbiəti daha genişdir. Yəni, mərhəmətlidir, dərhal da məhv etmir. Yəni, Qabilə verilən əlamət bəraət deyildi, qoruma idi. Başqalarının günah etməməsi idi. Yəni, bu gələcək üçün bir dərs idi. Yəni, Allah insanlara öyrədirdi ki, siz hakim deyilsiniz. Qisas almaq üçün haqqınız deyil. Həyat vermək və almaq mənim səlahiyyətimdir. Bunları çox belə düzgün anlamamız lazım. İnsan günah edəndə Allah ona dərhal son vermir. Ona tövbə etmək fürsət də verir. Qabil üçün də bu bir şans idi. Amma o ürəyini dəyişmədi. Qorudu Qabili. Ədaləti özü icra etmək istəyirdi. İnsanları qisas günahından qorumaq istəyirdi. Mərhəmət göstərərək tövbə üçün vaxt verdi. Bu da ədalətin itməsi deyildi. Ədalətin Allahın əlində olması idi. Qabil qorundu, amma Davud cəzalandırıldı. Yəni, sual gəlir ki, bu necə ədalətdir? Davud nə etdi? Davud yalnız bir adam öldürmədi. Həm də Uriyanın ölümünü qəsdən planlaşdırdı. Onun həyat yoldaşı ilə günah etdi. Günahını gizlətməyə çalışdı. Həmi burada qətl vardı, həmi ağır mənəvi pozğunluq var idi. Allah da Davudu necə cəzalandırdı?
2-ci Şamuel kitabında 12-ci fəsildə. Allah dedi ki, qılınc sənin evində nəticə olmayacaq. Ailəsində çətinliklər olacaq, uşağı öləcək. Yəni, uşağın ölümü çox ağır nəticə idi. Qabildə niyə fərqli idi? Çünki vəziyyətlər fərqli idi. Qabil ilk nəsil idi. Qanun, hakimiyyət sistemi yox idi. Allah birbaşa müdaxilə edirdi o dövrlərə görə. Yəni, məqsəd əsas insanları qisasdan saxlamaq idi. Davudda isə başqa idi. Artıq padşah idi. Məsuliyyət daşıyırdı. Allahın qanununu bilirdi. Xalqın rəhbəri idi. Ancaq Qabildə, Habildə bu qanunların heç biri yox idi. Yeni nəsil başlayırdı. Yəni, tövbə Davud günahını anlayanda dərhal sındı. Tövbə etdi, ağladı. Zəburlarda görürük 51-də. Günaha görə peşmanlıq göstərməyə başladı. Qabil isə etdiyi günaha görə peşmanlıq göstərmədi. Daha çox cəzasından şikayət etdi. Yəni, burada ürəklər fərqli idi. Burada, məsələn, Davud tam məhv etmədi, onu rədd etmədi. Baxın, ədalət etmədimi sual gəlir. Xeyr, əslində hər iki halda Allah günahı cəzasız qoymadı. Amma cəzanın forması fərqli oldu. Habil və Qabil məsələsi də, yəni hekayəsində biz dərhal görürük ki, o öldürmür. Və bunun səbəblərinə baxaq ki, bilirik ki, Qabil qardaşı Habili qısqanclıqdan öldürdü. Yəni bu, yer üzərində ilk bir qətil idi. Yəni birinci başladı qətil orada. Amma ona dərhal ölüm cəzası vermədi. Bilirik ki, onu yer üzündən uzaqlaşdırdı. Yəni sürgünlə cəzalandırdı. Bu həm ədalət idi, həm mərhəmətin bir hissəsi idi. Yəni bununla göstərir ki, insan həyatının dəyəri var. Bir də Qabili öldürsəydi, hekayə elə burada da bitəcəkdi. Başa düşdünüz? Yəni, günahın nəticəsini yaşatmaq istədi. Ki, yəni, nə günah edirsən, onun nəticəsini də yaşa. Yəni, ona tövbə üçün bir fürsət verdi. Və dediyim kimi, orada bir nişan verdi ona ki, onu heç kim öldürməsin. Heç kim ona toxunmasın. Bu da həm cəza idi, həm də qorunma idi. Qabil yaşadı, amma rahat yaşamadı. Ona tövbə fürsəti vermişdi. Yəni, tam səmimi tövbə edib etmədiyini aydın görmürük. Ancaq onu məhv etməməsi insanlara göstərir ki, günahdan sonra dönüş üçün bir zəmanət var. Anlayırıq ki, Qabili öldürmədi. Məqsəd burada tək cəza deyildi. Həm də bir dərs idi. Ədalət idi. Mərhəmət idi. Bunu bizə göstərir bu yer üzərində. Bəzən baxın, bir şey edirik, həmən Rəbb gəldi bizi öldürdü mü? Harada gördünüz? Məsələn, qətildən sonra kimsə öldürülsün. Məhkəmə quruldu, onu bir cəzası verildi. O dövrə görə məhkəmə yox idi. Məhkəmə Allah tərəfindən verilirdi və Allah da bu cür ona cəza verdi. Bu cür onu nəticəsini görməsini istədi.